mübarək ayə Nəhl surəsinin 91-ci ayəsi uca Rəbbimiz həmin ayədə belə buyurur: Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahı özünüzə zamin edib möhkəm and içdikdən sonra onu pozmayın. Həqiqətən də Allah nə etdiyinizi bilir. Əgər diqqət etdinizsə, uca Rəbbimiz bu ayədə əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin deyə buyurmaqdadır. Allaha verdiyimiz əhd dedikdə nə nəzərdə tutulur, nələr nəzərdə tutulur, gərək bunlara xüsusi olaraq diqqət yetirək. Təfsir əhli bu ayənin izahında yazır ki, ayədə Allaha verdiyiniz əhdə riayət edin ifadəsi təkcə iman və ibadət məsələsi deyil. Yəni təkcə namaz qılmaq, oruç tutmaq və yaxud da ki, Allahın Qur'anda buyurduqlarına iman gətirmək məsələsi deyil. Ayənin mənası daha geniş miqyaslıdır. Ayə təkcə Allahla bəndə arasında deyil, eyni zamanda bəndə ilə bəndə arasında. Yəni bütövlükdə bir-birimizə verdiyimiz əhdə biməna Allah ona verilmiş əhd kimi bu ayədə bizə bildirməkdədir. Yəni təkcə Allahla bəndə arasında olan əhd peymandan deyil, həm də bəndələrin bir-birləri arasında olan əhd peymandan söhbət getməkdədir. Uca Allah ayənin davamında Allahı özünüzə zamin edib möhkəm and içdikdən sonra andınızı pozmayın deyə müraciət etməkdədir bizə. Bu da onu göstərir ki, andı qorumaq hər bir möminin üzərinə düşmüş xüsusi bir vəzifədir və bu vəzifəyə görə də məsuliyyət daşımaqdadır. Bir növ andın özü də əhd-i peyman kimi bu ayədə nəzərdən keçirilmişdir.